Yazırlar, bir gün İmam Zamanın intizarında olanlardan biri ağaya xitaben deyir: "Ağacan, biz artık hazırıq. Əgər sən gəlsən biz sənin xadimin olarıq, sənin xidmətində dayanarıq. Bütün şəraitimizlə, canımızla və malımızla sənə xidmət edərik." Duasını bitirir, istəyir ki biraz istirahət eləsin. Yuxu bunu aparır. Aləm-i rüyada görür ki evinin qapısı döyülür. Yaxınlaşır qapıya, soruşur ki kimdi qapımı döyən. Həzrət buyurur: "O ki dua edib çağırdığın imam ki var, mənəm o imam-ı zaman." Bu şəxs bilmir neyləsin. Deyir: "Ağacan, mənə 5 dəqiqə vaxt ver, açıram qapını." İndi süfrəsində olan haram tikənimi gizlədir ki imam görməsin haram yediyini. Öz zamanəmizə görə desək, yoxsa telekanalımı dəyişir ki imam görməsin harama baxdığını. Özünü hazır edib qapını açır, görür ki yoxdur imam-ı zaman. Xaric olur qapıdan, görür ki ağa küçənin sonundadır artıq. Səslənir: "Ağacan, hara gedirsən?" Həzrət buyurur: "Bugün bir neçə şiəmin qapısını döydüm, heç biri qapını açıb məni evinə müsafir etməyə hazır olmadı." Təkcə dili ilə İmam Zamanı olan sevgimizi iqrar etməyimiz bizi İmam Zamancı etməz. Həyatımızı İmam Zamanı həsr etməyincə zikrimiz kamil olmaz. İmam Musa Kazım əleyhissalam buyurur: "Yuğibu an absarin nasi şəxsuhu və la yuğibu an qulubil mu'minina zikruhu." İmam Zaman şəxsən, cismən onların gözlərindən nihan düşər, amma onun fikri, zikri möminlərin qəlbindən çıxmaz. Esselamu aleyke hîne teqûm. Esselamu aleyke